Forbes siyahısındakı bütün milyarderləri bir yerə yığın. İndi isə təsəvvür edin ki, dünyada onların hamısından daha çox təsir gücünə malik olan, amma adını çox az adamın bildiyi bir şəxs var. Tanış olun, Larry Fink, BlackRock korporasiyasının rəhbəri. Əgər bir dünya sahibi axtarırsınızsa, o elə indicə sizin yanınızdadır. Necə? İzah edim. Bugün oyanıb əlinizə iPhone almısınız, BlackRock qazandı. Axşam Netflixdə film izləyirsiniz, BlackRock yenə qazandı. Ödənişi Visa kartı ilə edirsiniz, onlar oradadırlar. Starbucksdan qəhvə, Uberlə yol, Windowsla iş. Demək olar ki, dünyadakı hər bir nəhəng şirkətin ortağı onlardır. Larry Fink tam 12,5 trilyon dollarlıq aktiv idarə edir. Bu rəqəm Almaniya, Fransa və Böyük Britaniyanın ümumi daxili məhsulundan daha çoxdur. Biz hərfi mənada BlackRock'un investisiya portfelinin içində yaşayırıq. Amma bu imperiya zəfərlə yox, rüsvayçı bir məğlubiyyətlə başladı. 1986-cı ildə Larry Fink birjada elə bir səhv etdi ki, şirkəti tam 100 milyon dollar itirdi. O işdən qovuldu. Amma bu uğursuzluq onu dayandırmadı. Əksinə, dünyanı dəyişəcək bir ideya verdi. Risk analizi. O elə bir sistem qurdu ki, heç kim riskləri onlardan daha yaxşı hesablaya bilmir. Məhz buna görə 2008-ci il qlobal böhranında ABŞ hökuməti kömək üçün məhz BlackRock-a müraciət etdi. İndi isə BlackRock sadəcə şirkətləri yox, hökumətləri edir. Maraqlı bir fakt. Müharibədən sonra Ukraynanın yenidən qurulması və investisiyaların cəlb olunması üçün məsləhətçi rolunu məhz BlackRock öz üzərinə götürüb. Larry Fink özü şirkətin cəmi yarım faiz səhminə sahibdir. Amma bu yarım faiz onu dünyanın ən güclü maliyyətçisinə çevirməyə kifayət edir. Sual budur. Əgər dünyanın bütün pulları bir mərkəzdən idarə olunursa, bizim azad seçimimiz nə dərəcədə realdır? Yoxsa biz sadəcə böyük bir oyunun pərdə arxası piyadalarıyıq? Pərdə arxasını izləməyə davam edin. Çünki həqiqət sənə göstərilən deyil, səndən gizlədiləndir.